yeni məhsulumuz var. Bugün Türkiyə istehsalı olan Yayla brendinə məxsus hazır qidaların dadına baxacağıq. Gördüyünüz kimi burada müxtəlif çeşidləri var. Bulgur, makaron, plov çeşidləri. Mən isə pesto soslu makaronun dadına baxacağam. Ümumiyyətlə bu qidalar 3 üsulla hazırlanır. Birinci üsulda mikrodalğalı sobada 1 dəqiqə isidilərək hazır olur. İkinci üsulda məhsulu tavaya əlavə edirik və qaz sobasında 3 dəqiqə isidirik. Üçüncü üsulda isə qablaşdırmanı açmadan qaynar suya məhsulu qoyuruq və 5 dəqiqə gözlədirik və artıq məhsulumuz hazırdır. Nuş olsun. Onu da qeyd edeyim ki, bütün ədviyyatlar məhsulun içərisində var. Siz sadəcə məhsulu isidirsiniz və yeyirsiniz. Gəlin indi dadına baxaq. İndi dadına baxaq, görək necə alınıb. Dadı həqiqətən də çox qəşəngdir. Siz də seçilmiş ərazilərdən məhsulun istədiyiniz çeşidini əldə edə bilərsiniz. Mütləq dadına baxın və rəylərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Nuş olsun.